Bugünkü videomuzda 3 dənə fərqli mövzuya toxunacağıq. Onlardan birincisi qısa bir şəkildə boşanma mövzusuna toxunacağıq. İkincisi IVJ mövzusuna toxunacağıq və üçüncü olaraq da PMA mövzusuna toxunacağıq. Bunların hamısına sırayla gələcəyik. Birinci mövzumuz boşanma mövzusudur. Fransada boşanma necə baş verir və boşandıqdan sonra nə baş verir? Fransada boşanmaq üçün 6 ay evli qalmaq lazımdır. Yəni 6 ay evlilik keçdikdən sonra boşanmaq üçün müraciət eləyə bilirsiniz. Boşanma üçün müraciət eləyəndə juge aux affaires familiales deyilən bir hakimə müraciət eləmək lazımdır. Boşanmanın 2 dənə yolu vardır. Yollardan birisi le divorce par consentementdır. Yəni ki, ikiniz də deyirsiniz ki, biz boşanmaq istəyirik. Boşanmağı qəbul eləmişik, boşanmağa hazırıq və elə olanda bir məktub kimi yazırsınız da, ona konvansiyon deyirlər. Bir konvansiyon yazırsınız və həmin o konvansiyon içərisində təsdiq edirsiniz ki, biz həqiqətən boşanmanın nə olduğunu bilirik, onun nəticələrindən xəbərdarıq, nəticələrinə qatlanacağıq və biz ikimiz də boşanmaq istəyirik. Bu birinci yoludur və ikincisi də divorce irremediable deyilən bir şey vardır. Bu nədir? Bu, qısacası şəxslərdən birisi boşanır, boşanmaq istəyir. Şəxslərdən digəri də deyir ki, yox, əslində qalanda boşanmaq lazım deyil, biz həll eləyə bilərik. Elə olanda avtomatik olaraq bu boşanmaq istəyənin ərizəsi qəbul edilir, prosedura başlayır, amma məcburi olaraq bir, nə deyirlər ona, düşünmə zamanı dayatılır. Düşünmə zamanı dayatılır ki, də müəyyən qədər düşünmək lazımdır. Həmin dəqiqə boşamırıq sizi. Və həmin o düşünmə zamanı dayatıldığı üçün də adamlar düşünürlər və s. Düşündükdən sonra, yəni bu boşanma ola bilər ki, 3 ilə qədər davam eləyə də, yəni bunun rəsmiləşdirilməsi falan 3 il falan gözləmək lazım ola bilər. Boşandıqdan sonra nə baş verir? İndi Fransada mənim müşahidələrim bunu göstərir ki, adətən uşaqları vardısa, uşağı mama saxlayır və 2 həftədən bir də uşağı atası görür də. Bax belə. Bir də deməli, garde alterne deyilən bir şey vardı. Yəni, ola bilər ki, neçə günsə atanın evində qalar, neçə günsə ananın evində qalar. Amma ümumi götürəndə uşaqların çoxunu anaya verirlər və böyük çoxluqda elə olur da. Bir də ki, ata yəni daha çox görmür də, daha çox ananın yanında qalır. Bu, deməli, boşanma məsələsidir. Bundan başqa, uşaq haqqında danışdım, mən bunu da izah eləmək istəyirəm. Uşaq haqqında qəribə adamlar gəlir, keçir yanına, ona görə fikrim dağılır, çox pardon. Uşaq haqqında məsələyə sonra keçəcəyim. IVJ demişdim, ikinci mövzu. IVJ, interruption volontaire de la grossesse deməkdir. Interruption volontaire de la grossesse o deməkdir ki, əgər hər hansı bir, ikinci mövzuya keçmişəm, hər hansı bir xanım əgər uşaq gözləyirsə, hamilədirsə, 1975-ci ildən etibarən həmin xanımın bu hamiləliyini dayandırma şeyi vardı, hüququ vardı, avort eləmək deyək də. Bax, elə bir hüququ vardı. O hüquqdan istifadə eləyə bilir. Və həmin o hüquqdan istifadə eləyəndə, xəstəxanaya gedəndə ödəyəcəyi bütün xərclərin hamısını dövlət ödəyir. Hamısını dövlət ödəyir və ona biz IVJ deyirik. Bu IVJ-nin müsbət tərəfi odur ki, əgər siz xarici vətəndaşsınızsa, xaricdən gəlibsiniz, Fransada heç yaşamaq izniniz falan da yoxdur və nəsə pis bir hadisə baş veribdir, hamilə qalmışsınız və həmin anda xəstəxana da sizi yormur ki, sənin oturum iznin hardadır, sənin vizan yoxdur və s. və ilaxır və bu IVJ hüququndan qeyd-şərtsiz istifadə edə bilirsiniz. Onu yenə də dövlət ödəyir. Orada nə pul çıxırsa, avort eləməkdə və s. dövlət ödəyir. Bir şeyə diqqət eləmək lazımdır ki, bunu 12 həftəlik hamilə olana qədər eləmək olur. 12 həftəni keçirsə eləmək olmur. Bir də bunun müsbət tərəfi odur ki, bilirsiniz, bəzi az yaşlılar da hamilə qala bilir. Həmin o az yaşlılar
həmin o azyaşlılar əvvəllər məsələn ata-anasına icazə almaq məcburiyyətində idilər ki də bu hamiləliyi dayandırmaq üçün. Amma indi heç bir icazə almadan, əgər balaca yaşlı, az yaşlı uşaq deyəndə 18 yaşdan balaca nəzərdə tuturam. Əgər az yaşlı uşaq hamilə qalıbdırsa, bax onda yenə də gedib o İVJ-dən haqqından, hüququndan istifadə edə bilər. Onun da bütün xərclərini dövlət ödəyir. Hə, bu belə. Bir də nə demişdim? PMA demişdim. PMA. PMA, Procréation Médicalement Assistée deməkdir. Procréation Médicalement Assistée suni mayalanma, hə, Aysol, suni mayalanma deyirlər buna. Suni mayalanmadan da burada yaşayan xanımlar istifadə edə bilərlər, yaralana bilərlər. Bu da onların hüququdur və bunu da dövlət ödəyir. Əgər suni mayalanma, PMA istəyirsinizsə, bunu həkiminizlə danışa bilərsiniz, ailə həkiminizlə söhbət edə bilərsiniz, o sizə məsləhət verər, edərsiniz və bunun müxtəlif yolları vardı da, bunu müxtəlif tipli PMA-lar vardı. Sadəcə olaraq əsas məsələ odur ki, onu dövlət ödəyir. Bir şeyə diqqət edin, 4 dəfədən artıq sınayırsınızsa, onu dövlət yox, siz ödəyirsiniz. Yəni 4 dəfəyə qədər hamısını dövlət ödəyir, nə xərci vardısa, suni mayalanmanı. 4 dəfəni keçirsə, siz ödəməyə başlayırsınız. Yəni, hal-hazırda mən bildiyim qədər. Bir də son olaraq bir məlumat vermək istəyirəm sizə. Accoucher sous X deyilən bir şey vardı. Accoucher sous X. O İVJ-dən danışdım. Interruption volontaire de la grossesse. Yəni hamiləliyin könüllü olaraq dayandırılması, abort edilməsi. 12 həftəyə qədər dedim ki, eləmək olur. 12 həftəni keçirsə eləmək olmur da. Eləmirlər həkimlər. Amma belə bir şey vardı. 12 həftəni tutaq ki, keçdi, abort edə bilmədiniz və uşağı həyata gətirmək məcburiyyətində qaldınız. Onda accoucher sous X deyilən bir prosedura vardı Fransada. Accoucher sous X. Accoucher sous X o deməkdir ki, qadın oradakı o mamalarla danışır, həkimlərlə danışır, deyir ki, mən accoucher sous X eləmək istəyirəm. Yəni, uşağı mən doğub, gizli saxlamaq istəyirəm. Yəni, mənim olduğunu heç bir kağız üzərində bəyan eləmək istəmirəm. O uşağı tanımaq istəmirəm. Hə, bax belə. Elə eləyəndən sonra uşağı məcbur orada dünyaya gətirir. Dünyaya gətirdikdən sonra da accoucher sous X elədiyi üçün də heç bir bağı qalmır. Rəsmi, qeyri-rəsmi və s. Adı falan da olmur ki də hansı mamadan doğulubdur. Onu ondan sonra həmin uşağı nə edirlər? Övladlığa falan verə bilirlər. Hə, bu da accoucher sous X-dir. Yəni, böyünlər 3-4 dənə yeni anlayış öyrəndik. 4 dənə, 5 dənə yeni anlayış öyrəndik. Bir dənəsi divorce-dur. Divorce par consentement. İkincisində istəyi olaraq boşanmaq. İkincisi divorce irremediable. O deməkdir ki, biri istəyir, biri istəmir. Üçüncüsü İVJ-ni öyrəndik. Könüllü olaraq hamiləliyə son vermək. Dördüncü olaraq PMA-nı öyrəndik. Procréation Médicalement Assistée, yəni suni mayalanma ilə hamilə qalmaq. Və beşincisi də accoucher sous X-i öyrəndik. Uşağı bəyan eləmədən həyata gətirmək. Hə, bu qədər. Olduğuna suallarınız olsa çəkinmədən verə bilərsiniz. Hələlik özünüzə yaxşı baxın. Sağ olun.